Hansı çayı nə vaxt və nə üçün içməliyik? Bu sualı tez-tez verirsiniz. Gəlin buna aydınlıq gətirək. Çünki bitki çayları sağlam həyat tərzimizi tamamlayır. Çoban yastığı daha rahat yuxu üçün axşam saatlarında. Nanəli çay köf və həzm üçün yeməkdən sonra. Yaşıl çay antioksidant mənbəyidir, amma günün birinci yarısı içilməlidir. Zəncəfil ürək bulanma zamanı və güclü immunitet üçün. İstənilən saatda içə bilərsiniz. Ada çayı ağız boşluğu və boğazın gigiyenasını dəstəkləmək üçün. İstənilən saatda içilə bilər. Ihlamur soyuq mövsümlərdə isti seçimdir. İmmun sistemimizi dəstəkləyir, soyuq dəymə simptomlarını azaldır. İt burnu çayı C vitamini ilə zəngindir, antioksidantdır, həmçinin də ödəm atıcı təsiri var. Əsas məsələ qaldı. Doğadanın forum çayları ərikli, almalı, albalı saplı və limonlu. Bu çaylar funksionallığı ilə seçilir və ən əsası qəbizliyi aradan qaldırır. Doğadan çayları seçilmiş bitkilərdən hazırlanır. Çeşidləri çoxdur və gündəlik istifadə üçün rahat və praktikdir.